İzləyicilər çox istədi. Bugün biz nə edirik? Hüseynə qışqırtma. Hüseynin pişiyin satırıq dostlar. Möhtəşəm bir qışqırtma gəlir. Belə qışqırtmalar istəyirsinizsə, abunə olun, like atın. Hüseynin də, Yusifin də, mənim də. Qışqırtma başlasın. Bu görəcək. Ha. O görəcək. O appo. Ay salam aleykum. Hə, dünən də zəng eləmişdin. İndi mən uşaqdan göndərəcəm. Qiymət də ki qardaş 300-dən aşağı, yəni elə bir pişiyi yəni mümkün deyil də. Şotland pişiyidir, hə. Aldım uşaq üçün. Tükü tökülmür, xəstəliyi yoxdur, iynəsi vurulub. Yəni belə cins pişikləri 500-dən aşağı deyil də. Yəni mən 300-ə tələsik satıram. Mən sənə konum ataram indi. Hə, 300 manata verirəm də, brat. Hə, yaxşı brat, tamam. Hə, gəl saat 5 dəqiqə gəl. Tamam. Nə oldu bu? Ha, heç nə. Atı ver aparım da. 300 manat verəcəksən. 300 manat? Hə, 300 manat. Aşağıda da 300 manat sənə verəcək. Uşaqdan göndərdim, brat. Uşaqdan göndərdim. Hə, heç nə. Prosta ki, yeməyin zadını da vermişəm. Yəni, hər şey yaxşıdır. Hə, oldu, brat. Hələ pulu da verərsən ona, uşağa gələr. Hə, yaxşı. Uşaqdan göndərdim. Ay, ta dincələ ya. Pişik bizi çox konkret şey eləmişdi. Hə, heç nə. Pişik verdim, getdi də. Dünən qoymamışdım tapaza. Nağa qoymuşsan, Dünən qoydum tapaza, satdım, getdi də. Sən də sıxılırdın, yatmağa qoymurdu sənə də, yəni. Nə məzəl? Nə koko ya? Deyirəm verdim, tapaza qoymuşam, zahmata söz danışmışam ha. Sən verdin? 300 verdin? 300 manat. Allah bərəkət versin. Nə belə? Ha? Səninki nəfəs oldu mu sənin? Bir şey eləmədi, ağlayıb eləmədi bir şey. Biraz ağladı. Heç olmaz. Əsas o ki, yəni sakitçilik oldu da biraz. Uşaq yata bilirdin sən. Bax, ata qurban, 300 manat görsən. Satdım. Məcbur idi. Sən niyə satdın ki? O məni salmamışsın sən. Pişik getdi da, o şey gedib daha ağlamaqlar yoxdur. Hədiyyə satmazlar, hədiyyə Evdə şeydir, ehtiyacımız var ata qurban. Böyütdük, satdıq, pul elədik. Verdim, heç gedib. Nə gedib be? Pişik getdi də. Ayaq işte yıxız az yer. Məsələn nəsə? Ay, o deyil, 300 manat. Yeminlə də deyirsən, bax yemin adda. Yemi də apardı da, verdik. Verdik də. Niyə satırsın pişik? Sən niyə razılaşırsan bə? Mənim də ehtiyac var. İstəmirdin sən pişiyi. Pişik istəmirdin yox ya, yanındakı verdik, getdi. Bəs niyə almışdınız onu? Ehtiyacımız var, niyə veririk? Bu evdən də çıxırıq, kirayədə ev, nə veririk? Böyütdük, verdik də. O elə bir şey deyil axı heyvan saxlamaq. Böyüdü sandık. Ata qurban, bax 300 manat. Neynirəm mən pulu? Nağarım, gelib deyim ki, pişiyi qaytar. Sən sonra bir dəqiqə 4000 versən Allah haqqı verməzdim mən. 300 manat azdır, 10 dənə video çəkərsən bana. Neynirəm mən 10 dənə videonu? Nə olub? Nə olub be? Nə pişik desən ya. Pişikdi gedib, deyəm. Pişik deyib adam bağlaraq ona. Bax, ata qurban, bax, qulaq az. Bax, ata qurban, eşidirsən? Sənə deyim, bir dənə qəşəng burada aşağıda, marketin yanında var, bir dənə. Biz deyim pişiklə şey deyim. Nəyi? Deyim pişik əlini almaqlayır, eləyir hata. Nə ağlayıb da? Mırtaşırsan sən. 300 manat da az puldur, ata qurban. Ola 300 manat qaqaş pisə nə deməkdir? O mən bilmirdim. Pişik demir. Babanın yanında pişik var. Qəşəng bağlayıb, qəşəng. 2 dənəsini gətir. Sən geri gətirsin pişiyi. Deyən şu uşaq istəmir. Yox, daha 300 manat da ata qurban. Sən də danışırsan, qaqaşa zəng gələ bir dənə. Nə ya? Gəlsin pişik qaytarsan elə şey olur. Mən razılığım yoxdur qaqaş, halallıq vermirəm mən. Gəlməyim də pişik gətirim, həyata görmürsən nə aldadır. O bir də pişiyimi qaytarmıram, niyə elə şey edirsən ki? O pişiyi sən niyə almışdın, bəs indi də niyə satırsan? Dedim sənə əziyyət olmaz. Əllərə var. Nə əziyyət olacaq? Mənə əziyyət deyil bu. Sən əlin zığılır. Balaca pişikdə nə olacaq ki? Yox, ağlama da, yaxşı da, pişiyə görə ağlama, ağlın yeri yoxdur. 300 manatı gəlib, ged öz üçün qəşəng şeylər al. Gələ. Ay ata, Hə. əsəbləşirəm bəsdir. Get pişiyi qaytar.
Deyəm bir dənə zəng eləyim. Aşağıdan tapım mən. Deyəm bir dənə zəng eləyim görüm hardadır. Aşağıdan tapacağam. Bir dəqiqə zəng eləyim. Hər tapacağımın nömrəsi ondadır da. Alo. Qardaş, uşaq ağlayır. Hə, çıxmısan ki? Hə. Ay yox, götür apar bura, o nə deməkdir ki? Ata nə götür aparı? Dələcə gətirsin bir şey. Ay yox, o qardaş, prosta ağladın, biraz ağlayıb dayanacaq da şaxt da. Şaxt da. Hə. Biraz bağlanıblar ona görə. Hə, yaxşı bura, tamam. Ay da bəlkə o qaqaş bəlkə yaxşı baxmayacaq o pişiyə. Əsas odur ki, satdıq, pul elədik. Pul! Deyil bə. Öz pişi böyümüşdü. Heç nə idi? Böyümüşdü gedən, təzənə. Deyirəm sən o banın yanında qəşəng pişiklər var, hə? Sıxırır, Oha, ondan 5 dənə alacam sənin üçün. 5 dənə də bax. Nə istəyirsən? Deyirəm, ayətə deyirəm ki, 4000-ə deyirəm dəyişmənəm o pişiyi mən. Burada pul əsasdır da, düzdür Hüseyn? Bu pul harda? Ayətə nə pul Allah'ın suyu əsəbləşirəm ha mən şey. O Mən get pişiyimi gətir. Ya da ki, zarafat etsəniz ki, bəs də Allahın dostuna əsəbləşirəm, mənim bu məsəl mən şey. Eləmə. Gələ pulu da alsa qurban. Ayətə deyirəm ki, pul zad istəmirəm mən. Get pişiyimi gətir. O pişi yeter gətirək, gedib bir şey qaqay. Abi qarşı sən gələ gəlsin, gətirsin. Nə var ki, taksi bunu verərik la. Əslində danışamıram ki. Ay yeki adamsan mən hər şey vermiş ki. Aman olsun bir qıvır atama yerə ya bunu ya. Əsən əşirəm ki. Aa, eləmə. Ay yaxşı zarafat eləyir ya kişi ya. Az zarafat eləyir. Verəcəyimiz fikirləşmir. Hanı bir şey? Aa, gətirir zarafat eləyir, evdədir. Zarafat edirdi, evdədir ay. Aa, bura kəsdim dostlar, biraz əsəb çox şeydə YouTube qaydalarına görə çox əsəbilik idi, ona görə. Hayır sən get pişiyi gətir yenə. Mən pişiyi götürüb sən nə qədər zarafat deyirsən səhər-səhər. YouTube üçün səhər çəkirəm. Kameralar səncə hardadır? Mən nə bilim, kamera ayında deyiləm. De kameralara salam de. Pişiyin gəldi. Ha, buna görə özü lezvalıyırsan. Gəl bir dənə bu kameraya göstərək. Bax kameranın biri gördün hardadır. Heç ağlıma gələr orada kamera. Hə? Çox şey qoymuşlar. Bax kameranın biri burdadır. Bu pişiyə görə özünü lezvaladı. Özüm lezval gəldi pişiyə görə. Aşkımdır. Evet. Hə, elə mi üçün şirindir. Ha bu satar ha mən ata qurban. Gəl sən qucaqlayın. Sən də bu səninlə böyüyəcək. Sənin bununla xatirələrin olacaq. Əslində inanmadın əslində ata ilə eləsin. Görmürsən ta ağlayır. Ağlayıb. Ağlama xəstə. Pişik səndir də. Mən almışam sən niyə satım? 300 yox ha, 1000 manat da versələr. 5000 də versələr vermərəm onu. Həm də ki hədiyyə adam satmaz. Ha, zarafat elədi. Prosta izləyicilər demişdi. Buradan da izləyicilərə deyirəm ki, belə qışqırtmalar eləməyək. Çünki həmişə yazırsınız ki, Hüseynə qışqırtma elə. Amma bilirsiniz ki, yəni Hüseyn xəstədir. Ona görə də bax indi bir dəqiqə biz əsəb keçirtdi də yəni. Yəni sizin bildiyiniz şeylər var. Bax bununla yaşayır yəni. Durub sizin də bunu belə deyirsiniz, mən də eləyirəm. Peşmançılıq çəkirəm. Yeri yoxdur da. De pişik də. Qısası olacaq amma. Qısası olacaq. Nə varasa mən Bəli, möhtəşəm idi. Kameramızın biri də orada heç ağlıma gəlməz. O heç vaxt gizlidir. Yəni Kompüterin arxasında. kompüterin arxasında dostlar belə bir kameramızı qoymuşuq. Çox qəşəngdir. Bilmirəm indi görüntülər necə olacaq, olmayacaq, amma bacardığım qədər. Yəni gizli çəkimdirsə, yəni kalite gözləməyin də. Yəni çünki kalitəli çəkəcəmsə işıqlandırma eləməliyəm. Hər şeydə göz qabağında olacaq və o reaksiyalar real olmayacaq. Ona görə də mən istədim ki, görüntü zəif olsun, amma reaksiyalar super olsun. Az çox inandırıcı elədi da, elə olmalıydı. Möhtəşəm idi. İnandı. Sadəcə mən bilmək istəyirəm. Bu kameranı gördün, görmədin? Bunu yox, bu da görməmişəm, bu da görməmişəm. Gedib də kameraya da sağ ol deyək. Ha, Johnson belə sağ ol. Reaksiyalar, bax dostlar. Qurma deyən oğlanlar bir dənə Hüseynin bir dənə baxsın gözlərinə. Sən ağladım hələ. Qurma deyənlər Hüseynin gözlərinə baxsın. Gedək o birisi kameraya da. O birisi kameraya da göstərək. Bəli dostlar, qurma deyənlər, Ali təbii. qurma deyənlər Hüseynin gözlərinə baxsın və möhtəşəm idi. Sən belə şey olar ala. Bəli, möhtəşəm bir video idi. Özünə müğayət olun. Sağ olun. Növbəti qışqırtmalarda görüşərik. Sağ olun.